Salamlar, saygılar, əziz və hörmətli Güney Azərbaycan Səsi TV-nin izləyiciləri. Necə ki bilirsiniz, Güney Azərbaycan Səsi olaraq biz son illərdə çalışmışıq ki, İran tərkibində işğal altında olan vətənimiz Güney Azərbaycan Səsinin xaricdə səsi olmağa devam edək. Təbii ki, bilindiyi kimi milli hərəkətdə fəaliyyət edənlər ya təşkilati və sazmanı fəaliyyət aparırlar, ya da ki, mənim kimi könüllü və müstəqil fəaliyyət aparırlar. 2026 ilinin 1-ci ayının 18-idir. Mən keçmiş günlərdə, yəni həmən 2026-nın 1-ci günündə ki, İranda baş tutmuş olan ayaqlanmalarla ilgili bir bəyaniyəm olmuşdu. Təbii ki, onu fars dilində idi. O aşamada mən özümə bir vətən borcu bilmişdim ki, öz soydaşlarımızla ki, əlaqəmiz var. Onların da öz məsləhətləri doğrultusunda gedişatı yaxından izləyib və öz məsləhətləri ilə bu etirazlarda fəal olmaqlarını, məsləhət olduğuna inanmış olduğumu bəyan etmişdim. Təbii ki, adından da bilindiyi kimi o bir nömrəli bəyaniyə ki var idi, mən nömrələndirmişdim. Adı da üstündə olduğu kimi ancaq bir bəyaniyə idi. Təbii ki, təşkilatların təşkilati fəaliyyətləri var və onlar eləyə bilirlər ki, həm bəyaniyə, həm fəraxan versinlər. Mən bu günə qədər hər hansı bir olayda nə bəyaniyə, nə də ki, fəraxan vermişdim. Ancaq İranda, Tehranın bazarında yaşanmış olan etirazlar və onun ilk kıvılcımlarının yayılması əsnasında bir danışığım olmuşdu ki, bütün soydaşlarımızdan mən şəxsən belə məsləhətlərimi bəyan etmişdim. Yəni, çağırış yox, fikirlərimi bəyan etmişdim ki, çox həzinə vermədən Azərbaycanın hərəkəti bir azadlıq və özgürlük mübarizəsidir. Vətənimizi işğaldan, fars şovinizminin işğalından azad etmək mübarizəsidir. Və mən belə dəyərləndirmişdim ki, bəzi dostlarımızla, bu etirazlar əgər ki, fars toplumunun bir tapdalanmış həqləri varsa və bunu nəzərdə tutaraq ki, biz onlardan qat-qat daha çox Cumhur İslamının yürütmüş olduğu istər ekonomik, istər siyasi siyasətləri sonucu biz onlardan qat-qat daha çox əzilmiş olan millətlər olaraq bizim də səhnədə yer almamız gərəklidir. Bu bəyaniyəni ki, mən həmin 2026-nın 1-ci ayının 1-ci günündə yaymışdım. Oradan 3 gün, ondan bir gün sonrası idi mən yaydıqdan. Əlbəttə, birində danışmışdım, üçündə yayılmışdı. Çünki texniki problemlər olur, çatdıra bilməmişdim söhbətlərimi. Ayın 3-də yaymışdım və ayın 4-də Təbrizdə bizim milli fəallarımızdan çıxış etdilər. Onların da bildirdikləri buydu ki, milli hərəkət, Azərbaycanın milli hərəkəti bu olaylarda sadəcə bir seyirci qalmayacaqdır. Təbii ki, hər hansı bir fəraxanda verilməsi gərəkirsə, bunun təşkilatlar tərəfindən verilməsi gərəkir və təəssüflə bizim o soydaşımız da eyni gündəki onun o danışıqları yayıldı, təəssüflə Təbrizdə tutuqlanmış oldu.
Burada bu sonuca çata bilərik ki, bir milli hərəkət daxilində istər müstəqil və bağımsız fəaliyyət edən olsun, istər bir təşkilati fəaliyyət edənlər olsun, bu etirazlarda aktiv rol almağımızı məsləhət bilən çox sayda insanlarımız olubdur. Təbii ki, könül istər ki, millətimiz zülmə qarşı amansız mübarizəsində hər hansı bir həzinə ödəməsin və özəlliklə can qaybı yaşamasın. Amma dünyada bir çox örnəklər var ki, təəssüflə tarix onu göstərir ki, özünün öz ayağı üstündə durmağı istədiyi bir toplum və millətin, əgər ki, onun özgürlüğün, onun səadətin, öz müqəddəratını təyin edə bilməyin bir devlət yapısına qavuşmasında tanımlamış olursaqsa əgər, bu devlət bərpa etmək çox da asanlıqla ələ gələ bilməyə bilər. Dünyada çox çətin örnəklər görə bilərik ki, vətəni qorumaq üçün hər hansı qan və can təqdim olunmasın. O cür ki, adından da bilinir, Azərbaycan milli hərəkətidir ki, hərəkət etmək zorundadır, tərpənmək zorundadır və bu zor günlərdə öz milli hərəkəti, öz millətini, mənsub olduğu millətini, öz siyasi nöqbələrinin, roşənfəkirlərinin, aydın və ziyalılarının bir araya gəlməsi ilə birlikdə öz millətin bu çətinliklərdən qurtaracaqdır və o zamandır ki, milli hərəkət adı vermək olar. Bunun tərsini düşünürsəksə əgər, yəni həm olacaq milli hərəkət, həm də Cumhur İslamının istədiyi doğrultuda çıxıb bəyanat verəcək və deyəcək ki, İranın sair bölgələrində etirazların olduğu zamanda ən əlverişli müsait dönəmdə ki, bizim də xalqımız eləyə bilər ki, öz istəklərin, öz milli istəklərin, öz türk dilində dünyaya və İranda başqa yaşayan toplumlara çatdıra bilsin, o fürsəti yararlanmasın və munfəil qalsın. Biz o dostlarımız ki vardı, içəridə özəlliklə bu qənaətə varmışdıq ki, biz əgər ki çalışmasaq, biz əgər ki fəaliyyət yürütməsək, düşmən cibhəsi, şovinizmi fars cibhəsi çalışan və hərəkətə edən olaraq yaranmış olan boşluqlardan faydalanaraq gələcəkdə olası hər hansı rejim və ya sistem dəyişikliyinə biz otorite boşluğu desək daha doğrudur. O zaman onların çəkmiş olduqları hər hansısa zəhmətləri indi ola bilsin biz deyirik nə şah, nə şeyx, millətçiyəm, millətçi. Bu səfər bizim pasif qaldığımızdan yola çıxaraq onlar çalışan olaraq dünya kamuoyunda özlərin elə aparalar ki, daha çox çalışırlar, daha çox organizə çalışırlar, daha çox mütəşəkkil və fəaldılar, daha çox zəhmət çəkirlər və ənzar-ı umumuda, cami-i cəhanıda özlərin İranın gələcəyində və Güney Azərbaycanın gələcəyində söz sahibi olaraq təqdim edəcəklər.
Bu yüzden hala mən o birinci bəyaniyəmin üzərində varam və buna inanıram ki, Azərbaycanın milli hərəkəti, soydaşlarımız, türk aktivistlər meydanı boş qoymamalıdırlar. Amma əlavəsini yenə də açıqlamalıyam. Birinci bəyaniyədə dediyim kimi, biz koşullar əlverişli olduğu zaman səhnəyə çıxmamız gərəkir. Mən şəxsən heç bir zaman deməmişəm, heç bir zaman da demərəm. Geçmiş bəyaniyəmdə eyni ilə təkrarlayıram. Müsait, əlverişli şərait və hər kəsin öz qolunun gücünə görə ən azından biz istəyək ki, səssiz qalmayaq və səhnədə də fəallığımızı sərgiləmiş olaq. Bir vətən borcu bilərək demişdim ki, eləyə bildik ki, piyadə yolları, xiyabanları özümüzün ailecə küçə bazarda elə gəzmək bəhanəsi ilə, alış-veriş bəhanəsi ilə eləyə bildik. Trafiki yoğunluğu daha çoxaldıq. Birinin buna da gücü çatmasa, çünki gücü çatmır ona, bizim ona heç bir etirazımız ola bilməz. Amma mütləq ki, hərəkət etməyən heç bir zaman bərəkət də gözləyə bilməz. Bu şəxslər ki, istər təşkilatı, istər qeyri-təşkilatı çıxış edirlər ki, hənuz biz məsləhət görmürük, hənuz zamanı deyil. Onlara da mən saygı göstərirəm. Onlar da bəlli bir bilgilərə dayanaraq, özlərinin öz araşdırmalarına dayanaraq bu sonuca çatıblar ki, bizim hərəkətimiz bu son sərasəri etirazlara, ayaqlanmalara qoşulmamalıdır. Amma burada çox ciddi və incə bir məqam var ki, bizim milli hərəkətimizin hər zaman daim bir dənə önəmli asibşinası gözü ilə baxıldığında çatışmayan tərəfi sayılır ki, rahatlıqla ikiyə bölünürük və dəstələrə bölünürük və bununla da yetinmirik. Bir ideya sahibi karşı ideya sahibini rahatlıqla düşmən kimi xitab edir. Bu durumlarda bizim ortaq bir mekanizmamızın olmaması, bir kriz masası olmaması, Güney Azərbaycan milli hərəkətini təmsil edən vahid bir milli şura kimi bir mərcənin olmaması bu şəraiti yaradır ki, hər kəsən öz səliqəsi ilə, öz şəxsi egoları üzərindən bəzən aranı daha çox bir-birinə qarışdırmaqda başarılı olsun. Çünki əgər ki, vahid bir mərcə yaranmayıb henüz, yaranmayana qədər biz belənci Azərbaycan çalışqanları keçmişdəki kimi davamlı yol ayrımlarında qalaraq bir-birimizdən küsmək, uzaqlaşmaq məcburiyyətində qalmış oluruq və bunun ən böyük ağır zərbəsi bundan ibarət olur ki, milli hərəkət olduqca haqlı bir hərəkət olsa belə, çox geniş bir tabana malik olsa belə, siyasi aktivlik açısından buna şahidik ki, yetərincə yargiri eləyə bilmir, yetərincə böyüyə bilmir və zaman içərisində də öz iç rəqabətləri ilə və öz iç çəkişmələri ilə daha çox vaxtını itirir və get-gedə bunun zamanı uzandıqca milli hərəkətimizin nə yazıq ki, yıpranmasına
və əriməsinə şahid oluruq. Mən bu son 5 ili göz önündə tutaraq bu çatışmayan tərəfi istər bütün sosial şəbəkələr ki, internetə dayalıdır, bizim əlimizdən gələsi imkanlara inanan birisiyəm. İmkanlar daxilində bizim media olaraq internet aracılarını faydalanmaqdan başqa bir yolumuzun olmadığına görə və o qədər güclü bir mali büdcələrə də imkanımızda olmadığına görə var olan sosial şəbəkələri mən şəxsən əlimdən gəldiyi qədər son 5 ildə özəlliklə dəyərləndirməyə çalışmışam. Və sağ olsunlar, çox sayda da Azərbaycan Milli Hərəkətinin dəyərli şəxsiyyətlərini, fikirlərindən, təcrübələrindən daima faydalanmışam və çalışmışam ki, ən minimum az zərərli verəm, əgər eləyə bilsəm, heç zərər verməyəm və çalışmışam ki, maksimum faydam toxunsun. Ən azından bu gerçəkliyi görmüşəm ki, bir müstəqil media, bir bağımsız medianın varlığı bizim hərəkətimizdə bir böyük boşluq kimi görsənir və o boşluğu doldurmaqda mən çox əlimdən gələni etməyə çalışmışam. Təbii ki, beləncik bir çalışmada olduqca çətin şəraitlərlə üzləşmişəm. İstər-istəməz bizim vətənimizin azad olması üçün mübarizə edərkən qarşımıza tikilən bir neçə çox önəmli əngəllər və faktorları şahid oluruq. Ən böyük problemimiz İran İslam rejimidir ki, o Tehran'da var olan hakimiyyət bütün İranın maddi və mənəvi demək ki, qaynaqların şovinizm farsı zehniyyəti ilə, paniranizm təfəkkürü ilə ancaq bəlli fars zehniyyətinin qulluğuna çəkib, talayıb bizim bütün varlıqlarımızı götürür, aparır və bizim gələcəyimizi yox etməyə yönəlik çalışır. Təbiətən də bizlər də Cumhur İslamının hədəf təxtəsində və siblində qərar tapmış oluruq. Bu yanı çox sadə görünən məsələdir və həqiqətən də oradan bizə uygulanan baskının nə qədər ağır olduğunu kimsənin buna şübhəsi yoxdur deyə düşünürəm. Üstəlik bir bağımsız media fəaliyyəti yürütmək üçün olduqca çalışmalıyıq ki, var olan gerçəklikləri, özəlliklə milli hərəkətimizin çatışmayan tərəflərini kimsəni qırmadan, töhmədən olduğu kimi də demək zorunda qalırıq. Və hər hansı bir təşkilati mənsubiyyətimizin də olmaması zaman-zaman bizim çıxışlarımız A təşkilatının xoşuna gələrkən B təşkilatının acığına gəlir. B təşkilatının bəzən mövzuyu ortaya qoyarkən xoşuna gəldiyi məsələ A təşkilatının acığına gəlir. Və bu qazetecilik və jurnalistlik həyatında insanın ən çox çətin məqamlardan biridir ki, həm rejim baskısına məruz qalırsan, həm də milli hərəkətin içərisində yersiz rəqabətlərdən də bəlli ölçüdə təhdidlərdən və təxriblərdən payı alasan. Beləncik durumda hər hansı bir şəxsi imkanına dayanan media fəaliyyəti yürütən, siyasi aktivliyin qorumağa çalışan bir şəxs üçün olduqca çətin bir anlar yaşanır. Mən çalışacağım ki, bəzi təcrübələrimi siz dəyərli izləyicilərlə
bu gün ayın 2026-nın 1-ci ayının 18-də demiş olam ki, sonra dostlarım vardılar ki, etiraz edirlər ki, nədən öz fikirləri, yaşanmış olan olayları zamanında çıxıb da öz toplumumuzla paylaşmadın. Və bu tarixdə qalarcı olsun ki, gələcəkdə bəlkə bir addım daha inkişaf edib milli hərəkət olaraq qabağa gedə bilmiş olaq.